Deməli, order flow-a girişin sonuncu dərsi, yəni volume weight average price-la buranı yekunlaşdırırıq. 13 dərs çox əla, bunları yekunlaşdıra bildik. Və bu video bir başqa özəldir, çünki bu videoda qarşıda gələn sillabusun bir hissəsini göstərəcəm sizə. Tam hamısını yox, sadəcə bir hissəsini göstərəcəm. İndi bu dərs hələ ki burada qalsın. İzaha keçməzdən əvvəl sillabusun digər hissəsindən üstündən keçək. Deməli, növbəti əsas bir order flow 1 idi. Deməli, burada danışdığımız dərslər order flow 1 idi. Onun davamı idi. Əvvəldə footprint və s. var. Daha giriş mövzular, volume profile. Artıq order flow 2-nin sillabusu buradadır. Absorption exhaustion da buradadır. Finish down, finish auction. Bu haqda da kanalda düzü dərslər olsa da, burada yenə bu dərslərin içində olacaq daha yaxşı izahları. Və bir də Hərras teoremi, mütləq Hərras teoreminin ikinci hissəsi var. Auction market theory. Çünki ora birincilər təməl idarə girişi idi. İndi artıq siz burada öyrənəcəksiniz deməli. Auction acceptance, resistance, volume distributionlarını, value area, session volume profile, volume distributions, business zones, failed, balanced auction, value migration, overlap zone və də opening variantları haqqında. Qaydaq volume weight average price-a belə üzdən birazca şey verdim. İrəlidə ümumi syllabuslar necə olacaq deyə. İndi biz qayıdırıq volume weight average price-a, yəni həcm ağırlıqlı ortalama qiymət. Bu nədir? Biri var ortalama qiymət, moving average-lər və s. deyirlər onlara. Onlar sadəcə qiymətə görə hesablayır ortalama qiyməti, tarixi qiymət əsasında hesablanır. Amma volume weight average price elə deyil. Volume weight average price işin içinə həcmi də qatır. Ortalama qiymətlə həcmin bir-birinə hasilinin ümumi cəminin ümumi həcmin ümumi cəminə nisbəti ilə tapılır. Volume weight average price. Və bu məna ifadə edir. Bu sadəcə yəni ki, sadə bir tool deyil. Bu çox vacib bir tooldur və düzgün kontekstlə işlədəndə də çox gözəl nəticələr verir. Və hətta YEM sessiyasındakı ümumi volume weight average price davranışı haqqında və yaxud da qısaltma ilə VWAP deyəcəm bu dərsdə. VWAP deyə bilərik və s. Deməli, bu dərsdə eyni zamanda New York açılışında onun davranışı haqqında danışacağım. Bu dərs haqqında ümumi əvvəlcədən, lap əvvəldən mentorluqda danışmışdım. Ona aid də orada bir dərs var. Amma o qədər də çox aktual istifadə olunan belə addressable bir mövzu olmadığı üçün, çox da şey olmadığı üçün, rahat anlaşılıqlı bir şey olduğu üçün, eyni zamanda bu dərsin də tərkibinə qatacağım bu izahı. Deməli, həcmə görə orta qiymət deməkdir. Bu göstərici traderlər göstərir ki, gün ərzində orta qiymət, yəni bu AI generated textlərdir. Rahat olsun deyə bəzilərini yerləşdirmişəm. Siz onlara fikir verməyin, əsas mənim ağzımdan çıxanlara qulaq asın. Oxuyun, bir dəfə rahat yazıb, düz səhv şey yazılmayıb. Amma mənim əsas izahlarıma qulaq asın. Məsəl üçün deyək ki, qiymət VWAP-dən yuxarıdadırsa, alıcılar üstünlüklədir. Yəni qiymət hal-hazırda olması gərəkəndən baha zonadadır. Əgər qiymət VWAP-dən aşağıdadırsa, satıcılar üstünlükdədir. Yəni satış həcmi əslində olması gərəkəndən çoxdur, ortalama satış həcmi və qiymət əslində hal-hazırda ucuz zonada sayılır. Institutional traderlər, yəni daha böyüklər, belə deyək ki, hedge fondlardır və s. Orta və həmçinin ECFD-lər, onların algoritmləri də eyni zamanda orta alış-satış qiymətini bu göstəriciyə görə qiymətləndirirlər. Məsəl üçün, market impact deyilən bir şey var. O haqda danışacağım indi. Ədalətli dəyəri müəyyən etmək üçün istifadə olunur. Yəni qiymət, bura deyək ki, VWAP xəttidir. Qiymət ədalətli qiymətdən VWAP-dən yuxarıdadırsa, hazırda layiq olduğundan bahadır. Yəni bura hazırda layiqli qiymətdir. Amma deyək ki, qiymət hazırda bunun üstünə keçib belə hərəkət edir. Bu o deməkdir ki, qiymət hazırda olması gərəkəndən, icra olunan həcmə görə olması gərəkəndən baha qiymətdədir. Və yaxud da qiymət hal-hazırda aşağıdadırsa, bu arada bayaq satış həcmi dedim, satış həcmi yox, ümumi həcmdən burada söhbət gedir. Alış-satış həcmlərindən ayrı-ayrılıqda yox. Məsələn, qiymət hazırda aşağıdadırsa,
hal-hazırda ucuz zonada hesab edilir. Yəni ortalama qiymət, həcmə görə ortalama qiymət daha yuxarıda olmalıdır əslində. Bunlar ideya qazandırır. Niyə? Market impact deyilən bir şey var. Market impact nədir? Deyək ki, VWAP burada belə hərəkət edir. Qiymət də hal-hazırda burada yuxarıdadır. VWAP xəttindən yuxarıdadır. Məsələn, böyük bir iştirakçı alış market əmrlərini və yaxud daha doğrusu alış limit əmrlərini istəyir ki, hansısa bir qiymətdən alsın. Normal bir gündür deyək ki, böyük ölçüdə alış limitləri yedirmək istəyirlər marketə, hansısa bir səbəbdən dolayı. Bunu neynirlər? Burada eləməyə çalışmırlar onu. Çünki bura qiymətin hal-hazırda icra olunan həcmdən əsasən baha qiymət hesab olunur. Yəni əgər bunu burada eləməyə çalışsalar, çox pis bir yerdən icraat eləyə bilərlər, qiymət daha ucuzlaşdıqca zərərə doğru gedə bilərlər, directional olarlar. Və yaxud da market əmrindən girsələr burada. Burada onsuz da qiymət baha sayıldığına görə onların həcmi də, giriş həcmi də daha da çox marketə təsir eləyir. Baha qiymətdə də olan onsuz da baha qiymətli olan qiymətə daha da çox təsir eləyib yuxarı atar. Ona görə əsas satışlara yuxarı qiymətdə, yəni VWAP-dən yuxarı qiymətdə, alışlara isə value weighted average price-dən aşağı qiymətdə üstünlük verirlər və bu ona təsir eləyir. Yəni burada olan satışlar qiymətin tədricən VWAP-ə doğru gəlməsinə və yaxud da ondan aşağıda olan alışlar isə qiymətin tədricən yenə VWAP-ə doğru qalxmasına səbəb olur. Yəni market impact bu qədər. Yəni belə sadə bir anlayışdır. Əgər ki deyək ki VWAP-dan hal-hazırda qiymət aşağıdadırsa, burada böyük satış həcmi versələr, çox tez qiymətə təsir edə bilərlər. Onsuz da ki qiymət burada olduğu halda, ucuz qiymətli olduğu halda onlar pis yerdən, məsəl üçün birdən-birə girməyə çalışsalar və yaxud da daha doğrusu daha ucuz qiymətdən satsalar, daha da zərərdə olarlar. Yəni o da nə olar? Məsəl üçün istəyirlər kimsə qazansın, elə deyilmi? Onsuz da ucuz qiymətdən satılanda, qiymət daha da çox aşağı düşəndə, yəni həcmləri dolmayanda, deyək ki, buradan 100 kontraktlıq həcm və short pozisiyası var. Bu marketdə ideal yerdə dola bilmir, daha aşağılara gedir, yəni net get-gedə zərərdə olmuş olurlar. Və yaxud da limit əmrləri ilə versələr, qiymət burada olanda alış limitlərinə üstünlük versələr, məsəl üçün daha ucuz qiymətdən almış olarlar. Yəni ümid edirəm məntiqi tutsunuz. Yəni nisbətən rahat dillə izah eləməyə çalışıram. Yəni buradan yuxarı baha qiymət hesab olunur, VWAP-dan aşağı isə ucuz qiymət hesab olunur və eyni zamanda bu EM sessiyasındakı qiymətin davranışı haqqında da ümumi bir üstündən keçim bu sizə bir ideya qazandırsın. Bir şey model olmasa belə, amma ideya qazandıracaq sizə ki, VWAP əslində necə deyim, necə gözəl bir alətdir, necə sizə imkanlar aça bilər, qapılar aça bilər. Yəni qiymətin sırf icra olunan həcmə əsasən ucuz yoxsa baha olmağını təyin eləməklə. Və bir də VWAP-ın əlavə standart deviationları da var. Bunlar haqqında danışacağam. Amma indi hal-hazırda danışmaq istədiyim nədir? Deməli, standart deviationları açmadan belə deyim. Qiymət EM sessiyasındakı yarım saatlıq pəncərə var idi. 9:30-dan 10:00-a qədər və 10 ola bilsin 11:00-a qədər EM sessiyasında. Mütləq ki, həvəs göstərir ki, bundan nə qədər çox uzaqlaşsa belə, yəni VWAP xəttindən uzaqlaşsa belə, bu arada onun ayarlarını göstərəcəm, birazdan narahat olmayın. Necəsə ora qayıtsın. Çünki EM sessiyasının açılışında market belə bir növ over jump eləyə bilər. Gələn axıcı volatillik ilə market balanssız olduğu üçün over jump eləyə bilər. Yəni o tərəfə, bu tərəfə burada bir növ rotation eləyə bilər. Amma bu rotation eləyir də tədricən hər dəfəsində görürsüz VWAP-a qayıdır. Bir növ VWAP-da məsəl üçün daha balanslı marketdə həmişə ortalarda qalır. Yəni qiymət əgər ki VWAP-a nə qədər yaxın olsa, marketin o qədər də balanslı olduğu deməkdir. Və 9:30 açılışından sonra market volatilliyin pik həddələr çatması ilə volatilliyi görmək üçün məsələn simple toollardan biri average true range görə bilərsiniz. Average true range-də baxsanız görərsiniz ki, deltanı bağlayaq. Market birdən-birə. Bu arada deltanı əvvəlki dərsdə bu arada izah eləmişdim absorption məsələlərində. Məsəl üçün bu hissəyə baxsaz exhaustion var, bu hissəyə baxsaz
Məsəl üçün, buradakı qiymət qalxır. Fikir verin bura. Qiymət burada qalxır. Qiymət qalxır. Buradakı high'dan daha çox yuxarıya keçir. Amma cumulative delta bunu follow up eləmir. Yəni cumulative delta qiymətlə paralel qalxmır. Daha aşağıda ləng qalır. Bu o deməkdir ki, qiymətin qalxışını aşağıdan dəstəkləyən həcm yoxdur. Bu öz yerində. Bunu qoyaq qırağa. Sonra görürsünüz ki, volatillik birdən-birə uçur. Volatillik ATR-da baxırıq ki, yəni volatillik qalxması o demək deyil ki, qiymət qalxır. Yox, məsələn görürsünüz qiymət burada düşür, amma həmin yerdə volatillik yenə qalxır. Volatillik tamam başqa bir anlayışdır. Siz görürsünüz buradan 9.30 açılandan sonra volatillik bir müddət saat hardasa 10.30-a və s. kimi pik hədlərdə qalır. Sonra da günün sonuna qədər tədricən volatillik düşür. Niyə? Çünki market balans tapır daha çox. Və siz bunu necə yararınıza istifadə edə bilərsiniz? Volatillik pik hədlərə qalxanda o deməkdir ki, market jump deyilən bir şey var və yaxud da overshot belə deyək ki, əslində layiq olduğu qiymət deyək ki, burada, amma market overshot edir. O tərəfə, bu tərəfə overshot edir. Çünki volatillik çoxdur, likvidlik çox axır marketə, əmrlər çox axır marketə. Market açılışı olduğuna görə deyərdik ki, marketin ən pul dolu zamanıdır. Ən imkan dolu zamanıdır. Siz burada baxsanız görərsiniz ki, VWAP xəttindən qiymət bir neçə dəfə yuxarıya overshot edir. 9.30 açılır, overshot edir, qayıdır gəlir. Sonra buradan yenə overshot edir, volatilliklə birlikdə balanssızdır, sonra qayıdır gəlir. Tədricən burada balans nöqtəsinə və görərsiniz ki, burada get-gedə qiymət sırf VWAP ətrafında normal paylanma tapıb gələcəyin mövzularıdır. Hələ ki bunu silək. Məsələn, əvvəlki günə baxaq. Ondan əlavə standart deviationlarından danışım mən bunun bir dəqiqə. Standart deviationlar belədir ki, onun sapmaları kimi düşünün. Yəni əsas ədalətli orta qiymət VWAP ayarlarımı göstərirəm. Rəngini də dəyişmişəm, əlavə heç bir ayarla oynamamışam. Inputlar hissəsində çox şey dəyişməyə ehtiyac yoxdur. Bunu session saxlayın. Source bu qiymətin ortalamasını tapır. High, low, close-u 3-ə bölür və onu həcmlə vurur. Offset 0-da qalsın. Standard deviationlar. Baxın burada band multiplier 1. Bunu açdınız, görürsünüz. Birinci sapmanı göstərir. Style hissəsindən band flip alıram. Məsəl üçün bandların rəngini belə, onları da ağa dəyişə bilərəm. Bu market birinci standart sapmasının içində olması, yəni bu necə deyim? Görürsünüz, bu orta qiymətin içində burada standart sapma var, bir də burada var. İçində olması marketin daha balanslı olması deməkdir. Bunun haqqında daha irəlidəki dərslərdə öyrənəcəksiniz. Harras teoremi 2 hissəsində marketdəki balans, balanssızlıq, bunlar necə şey olunur, işlənilir, o dərslərdə öyrənəcəksiniz. Amma marketin əsas balanslı olduğu zona həmişə standart deviation, birinci standart deviation'ın içində olduğu zonalardır. Qarşı dərslərdə məsələn nə öyrənəcəksiniz? İndi başa düşməsəniz də problem deyil. Deyək ki, value bizim bir normal distribution zonamız var. Bunun içində bir value area deyilən bir şey var, dəyər zonası. Bu dəyər zonası point of control'dan birinci standart sapmadır. Yəni birinci standart deviation'dır. Bunlar haqqında da öyrənəcəksiniz, narahat olmayın. Eyni zamanda volume weighted average price-ın da birinci standart deviation-ı marketin daha balanslı, daha ədalətli zona hesab edilən yerləridir. Amma EM sessiyasında yenə deyirəm, volatilliyin birdən-birə pik hədlərə çatması ilə, volatilliyin birdən-birə artması ilə market daha balanssız olur. Marketin daha balanssız olması isə ümumiyyətlə marketdə əsas Harras teoremin yadınıza gəlirsə, bir qanunundan danışmışdıq ki, Harras teoremi dərsinə bir dənə göz ataq. Nə danışmışdıq? Market ədalətli qiymət yaratmaq. Market həmişə dəyəri tapmaq istəyir. Market hər zaman bir necə deyim, yəni şeylərin bir balanslaşdığı bölgəni axtarır. Ona qədər isə trend edir və sürətli hərəkətlər edir. Həmin məntiq. Baxın, burada da birinci standart deviation həmin məntiqlə yanaşa bilərsiniz. Və birinci standart deviation-a baxsanız kifayətli, ikinciyə və s. üçüncüyə ehtiyac yoxdur. Sanki bu standart deviation-ı qiymətin ən çox necə deyim, zaman keçirəcəyi və yaxud da normal paylanma tapacağı potensial bir zona kimi baxmalı olar. Şablon istifadə eləməyə ehtiyac yoxdur. Yəni, nə bilim ki, ay belə, burada getdi belə, ay da standart sapmanı keçdi, belə oldu, elə. Bu, biz şablon istifadə eləməməlisiniz. Kontekstə əlavə bir qatqı verə bilər, amma şablonçuluqla
Ya nə bilim, burada gəldi, al, burada gəldi, sat, bura gəldi, al, bura gəldi, sat. Elə bir söhbət yoxdur. Biz signal pattern trade edəmirik. Biz nə bilim, copy paste bir şey trade edəmirik. Sizin bir necə deyim, belə sadə olmayan, yəni bu nə şeydir ki, bunu məsəl üçün institutionlar görə bilməyə və yaxud da alqoritmlər detekt edə bilməyə. Sizin bir növ daha şey bir kontekstiniz olmalıdır, filtrlənmiş kontekstiniz olmalıdır. Daha dəqiq, məsəl üçün uncertain olan marketdə çoxlu sample içindən daha dəqiq kiçik bir sample, hansı ki win rate daha yüksəkdir, daha qəşəng kontekstdir, daha superdir, daha peşəkardır. Bunlar lazımdır. Çünki deyir, məsəl üçün lap çox sadə bir şey. Ay nə bilim, bura gəldi, sat, bura gəldi, at. Bunlar bekar şeylərdir. Onlar praktikdə işləyən şeylər deyil. Ümumi bu value weighted average price-dır. Bunun birinci standart sapmasıdır, standart deviation'dır. Nəsə bir şey ifadə edir, bəli. Amma siqnal deyil ki, bura gələndə at, bura gələndə sat. Yəni ona qalsaydı, əgər elə hər şey halva olsaydı, mən bu dərslərin heç birini izah eləməzdim, nə özümü yorurdum. Bircə dənə dərs çəkərdim. Bura standart sapmanın burasına gələndə sat, short burasına gələndə long. Marketdə işləmir. İndi sizin burada gördüyünüz bir növ daha balanslı bir marketdir. Bəzən bunun üstünə keçəcək, belə bilir, çıxıb gedəcək. Bu nə deməkdir? Yəni ki, gərək ki, marketin özündə bir konkret yanaşma ola. Belə yoxsa bir tool üstündə, ay bura gəldi, belə, bura gəldi, belə. Bu cür yanaşmalar, alqoritmlər bunları rahatlıqla detekt edə bilər və öz yararlarına istifadə edə bilərlər, başqalarını tələyə sala bilərlər. Yəni onların əlində olan alqoritmlər, onların əlində olan data heç kəsdə yoxdur. Belə sadə, çox üzdən görünən bir statistiki model varsa əgər mövcud olmaz demək. Əgər o varsa, market də mövcud olmazdı. Əgər marketin elə rahat bir şeyi varsa, onda demək ki, market mövcud olmazdı. Kimsə milyardlarla hər gün New York Chicago Mercantile Exchange-dən milyardlarla silərdi və bu da yaxşı nəticələnməzdi təbii ki, həm onun üçün, həm də digərləri üçün. Ümumiyyətlə, yəni ki, elə şeylərə çox aldanmayın. Yəni ki, halva deyil marketdə şamlar üstündən bir anlam çıxardasınız. Ay nə bilim, şamın dalı belə bağlandı, başı belə bağlandı. Buradan belə girim, buradan belə girim. Yəni o cür anlamlar çıxardacaq bir dünya və yaxud da market yoxdur. Onlar riyazi olaraq işləmir. Sizə bir hava qata bilər ki, bu işləyir. Amma xeyr, riyazi olaraq işləmir. Sadəcə sizi qısa müddətdə yanılğıya qapılırsınız. Bir neçə əməliyyatda qazansanız və s. Amma onsuz da ki, sizin biologiyanız, sizin beyniniz market üçün, yəni şey deyil, default formada qazanclı deyil. O beyin mütləq ki, dəyişməlidir və bu da zaman alan bir şeydir. Və bunun da xəbərini olmalıdır ki, sizdə bunu dəyişmək lazımdır. Amma yox, əgər xəbəriniz yoxdursa, psixologiya deyəndə YouTube bir dənə random YouTube videosundakı YouTuberin danışdığı yadınıza gəlirsə, overtrade eləmə, revenge trade eləmə, qorxuna qalib gəl, qaydalarını izlə, sistemin olsun, belə şablon zirzibil gəlirsə, deməli xeyr, bilmirsiniz və bunu etiraf eləməlisiniz. Bunu etiraf eləməsəz, hələ də bildiyinizi eləsəz, nə olacaq? Heç nə olmayacaq. Qalan 97-98%-niz olursa sizdə elə. Yəni sizin bir özəl hansısa bir seçilmiş bir insan deyilsiniz. Və ya heç kəs seçilmiş bir insan deyil. Hər kəs bir növ eyni canlıdır. Hər kəs bir növ eyni canlıdır. Yəni market o 97% fərqli sənə fərqli davranmayacaq. Əgər ki, sən də onların beyninə sahibsənsə və hələ də dəyişməyə etiraf eləmirsənsə, qaçılmaz olacaq. Eyni nəticə qaçılmaz olacaq. Yəni ki, bu modeldir, beyindir. Bunlar haqqında geniş biliyə sahib olmalısınız və beyninizdə yeni neyron şəbəkələri yaranmalıdır. Yeni bir trader şəxsiyyəti formalaşmalıdır. Və bu dediyim şey haqqında, məsələn, əvvəlki sessiyaya baxaq. Yenə deyirəm, ola bilər ki, siz bu dərslərdə hələ ki çətinlik çəkəsiz. Yəni, yeni başlayanlar əsasda. Çünki 13-cü dərsdəyik və kifayət qədər çox şey əhatə eləmişik. Məsələn, baxın, görürsünüz, New York sessiyası yenə açılır. Burada New York sessiyası açıldıqdan sonra market yenə də burada daha baha qiymətli olduğuna görə volatilliyin jumpı ilə yenə ədalətli qiymətə. Buradakı ortadakı xətt şeydir, bu kənardakılar da standart sapmalarıdır, qayıdır. Və ondan sonra görürsünüz ki, overshoot edir. Yəni ki, standart sapmadan xeyli uzaqlaşır. Yəni VWAP xəttindən xeyli uzaqlaşır. Amma görürsünüz ki, 10-30-a qədər uzaqlaşır, overshot, yəni daha
yanlış bir yerə güllə atırmış kimi başa düşün. Volatilliyin birdən-birə sıçraması ilə, baxın, volatilliyin sıçramasını da belə görə bilərsiniz və ATR-dan volatilliyin sıçraması ilə market əslində ədalətli olmayan yerini özünə açsa belə, amma ki sessiyanın qalan hissəsində görürsünüz ki, tədricən yenidən VWAP-a doğru yaxınlaşır və birinci standart sapmanın, yəni daha doğrusu mənfi negativ birinci standart sapma və yaxud da 34,1%lik hissə, yəni 34,1% hissə ilə burada bitirir, 34,1% hissə ilə qiymət burada olacaq və digər standart sapmaları da artırsaq, ta ki gedir 90, səhv eləmirəmsə 98%-ə qədər ki, yəni 34,1%, 34,1%, toplamı 68,2%-i olur birinci standart sapma, yəni ortalamadan yuxarı və aşağı. Və bunun value area-da 70% təqribiləşdirib göstərilir. Gələcək dərslərdə bunun haqqında biləcəksiniz. Yəni burada nə görürsünüz? Burada nə görürsünüz? Qiymət 9.30, yəni market açılışı ilə overshoot eləsə belə tədricən yenə də ədalətli zonasına gəlir. Bəs yaxşı, yenə deyirəm, bu bir ideya qazandıra bilər sizə, amma yoxsa nə bilim, ay bura gəldi, burada long, ay nə bilim, buradan belə qırdı, burayı test elədi, buradan. Yəni ki, sırf bununla işlədilməz. Sırf bundan məsəl üçün iş açmaz. Məsəl üçün bir ideya qazandıra bilər, amma ki, işi aşırmaqdan ötürü, məsəl üçün əlavə daha dəqiq kontekstlər sizin ehtiyacınız var. Məsələn, deyək ki, mən burada indi atıram bir nümunə. Deyək ki, qiymət burada görürsünüz ki, dünənin point of control-u var və bu hissəyə baxsanız ki, həmin günün bu haqda point of control filan deyəcək dərslərdə öyrənəcəksiniz. Bunları da bağlayayım. Yuxarıdakı session value profile görərsiniz ki, dünənin bu hissədə idi point of control-u və buradakı davam edən günündə value area low-u buradadır. Görürsünüz, davam edən günün value area low-u buradadır. Və dünənin point of control-undan əlavə siz ora fikir versəniz görərsiniz ki, dünənin dəyər zonası hal-hazırda olduğu yerdən yuxarıdadır qiymətin. Və bugünün eyni zamanda hələ də davam edən günün də siz baxsanız görərsiniz ki, qiymətin ən çox dəyər tapdığı zona. New York açılışını nəzərə alsaq ki, bu hissəsi hələ də buradadır. Qiymət bugünün value area low-una çatır burada. Onu yuxarı yarıb keçir və sonra value area low-a görürsünüz burada bir dənə geri dönüş edir. Və biz bilirik ki, market overshoot eləyib, market həqiqətən ədalətli qiymət zonasına çatmaq istəyir, yəni VWAP. Məsəl üçün bu hissədə potensial bir long əməliyyatı var. Bunun niyə ehtimalı çoxdur? Çünki qiymətin previous day, yəni əvvəlki günün əsas dəyərli zonası ilə davam edən günün əsas dəyərli zonası və yaxud da həcmin ən çox 70%-nin icra olunan zonası hər ikisi hal-hazırda olan birinci, məsəl üçün bu value area low-dan və yaxud da aşağı qiymətdən, VWAP-dan aşağı qiymətdən yuxarıda qalır. Bunlar görürsünüz uyğunlaşır, bir-biri ilə alignment edir və əlavə bir ekstradan güvən verə bilər ki, artıq qiymət birinci standart sapmasının, birinci standart deviation içinə daxil olur və yaxud da ortalama əsas ədalətli hesab olunduğu yerə doğru hərəkət edə bilər və potensial olaraq düzdür, yüksək RR bir əməliyyat belə olsa, daha az RR-lə daha yüksək win rate-ə çatmaq olar. Bu verdiyim nümunələrdən məsəl üçün biridir. Başqa əlavə hansı günə baxa bilərik? Məsəl üçün ayın 12-sinə baxaq. Burada nə görürsünüz? Deməli, market açılışına fikir verin. Açılır, amma açılışdan sonra elə burada overshoot hesab olunduğuna görə birbaşa ortalama ədalətli qiymətə doğru gedir. Və ondan sonra fikir verin, heç vaxt ora qayıtmır. Ta ki bu şey, məsəl üçün burada bitir. Ona görə deyirəm ki, şablon ay nə bilim gəldi, bu xəttə toxundu long, bu xəttə toxundu short, onlar qətiyyən sizi irəli aparacaq şeylər deyil. Sizin fərqli bir kontekstiniz olmalıdır, fərqli bir baxış bucağından baxmalısınız, hansı ki bu sizə özəl olmalıdır. Bu model, bu yanaşma sizə özəl olmalıdır və konkret olmalıdır. Siz bilməlisiniz ki, mən konkret hər gün, məsələn, bu təkrarlanır, bunu götürəcəm. Məsələn, bizim modellərimiz, əsas şəxsi istifadə etdiyimiz modellər, biz bilirik ki, konkret zamanda bunu götürəcəyik, bu hal olanda bunu götürəcəyik, bilirik, nə etmək lazımdır bilirik. Yoxsa proqnozlaşdırmırıq ki, ay bura gələ bilər, komment eləyək, ay bunu yorumlayaq,
yorumlamaq çox təhlükəli bir şeydir. Çünki siz onsuz da həssas canlılarsınız ki, tez-tez əməliyyata girəsiniz, proqnozlaşdırasınız. Əgər ki, sizin yanaşmanız yorumlamağa dayanırsa, proqnozlaşdırmağa dayanırsa, onda daha təhlükəli vəziyyət hesab olunur bu. Çünki daha çox lazımsız əməliyyata girmək üçün emosional beyninizin bir bəhanəsi var artıq. Görürsüz, bura kim gəlir? Amma ondan sonra artıq, yəni saat 12-dən sonra tədricən qiymət artıq ədalətli hesab olunduğu yerə gelir. Yəni bir növ balansız hərəkət olan trend hərəkəti bu hissələrdə bitir və o bitəndən sonra qiymət ədalətli hesab olunduğu yerlərinə doğru gedir, davam edir. Və yaxud da məsələn sırf 9:30-dan sonraki siz həcmin paylanmasına baxsanız, bu yenə deyirəm, əgər ki başa düşmədiyiniz bir şeylər olanda narahat olmayın. Bunları yəni tədricən başa düşəcəksiniz. Sırf gəlin bir dənə bunu bağlayayım. Sessiyanın həcm profilinə baxaq burada. Yəni başa düşməsəz yenə deyirəm, narahat olmayın. Çünki bunun dərsləri, yəni ki qabaqdadır hələ, bunlar haqqında danışmamışam. Dərsləri gəldikcə başa düşəcəksiniz. Məsələn, günün öz şeyinə baxsaz, fikir verin. Bu hissədə günün öz, yəni bu yerə qədər olmuş dəyərli zonası yuxarıda qalır və bu hissədə dəyərli zonanın birinci standart deviationu, yəni point of controldan birinci standart deviationu gəlir, bu təxminən bu hissələrə düşür. Və həmin hissələrdə də görürsüz, qiymət birinci zonanın içinə daxil olub, sonra gəlib bu hissələrdən qayıdır gedir təxminən ədalətli hesab olunduğu zonaya doğru. Bunlar yenə deyirəm, bir nümunədir, bir model deyil, bir konkret kontekst deyil. Sadəcə olaraq sizə bir ideya qatmağa çalışıram ki, yəni hər şey əslində, yəni ki, şablon olunmamalıdır. Və görərsiniz ki, bunu dəstəkləyən əlavə faktor odur ki, özündən əvvəlki gündə də market daha çox qəbul olunmuş hissəsi buradır. Yəni daha çox qiymətin əvvəlki gündə zaman keçirdiyi, dəyər gördüyü zona buradır, qəbullanıldığı zona buradır. Düzdür, ola bilər ki, qiymət ora kimi gəlməsin. Zaten onsuz da onun mənası o deyil ki, qiymət bura kimi gəlməlidir. Dünənin zonasına kimi gəlməlidir. Xeyr, sadəcə dünənin zonasının yuxarıda olması və bugünün də həmin yerdəki dünənin zonası ilə overlap eləməsi onsuz da bu hissəni bir maqnit halına gətirir. Bizə lazım deyil əməliyyatı ora kimi tutaq. Bizə sadəcə lazımdır ki, bir ideya qazandırsın ki, sadəcə bu hissədəki longlar daha məsələn önəmli olsun. Məsələn deyirəm. Gedib də səhərdən artıq belə şeylər axtarıb əməliyyat götürməməlisiniz. Biliyinizi inkişaf etdirin, bu dərslər ondan ötürüdür. Biliyinizi inkişaf etdirin, gözünüzü açın, market görüşünüzü genişləndirin. Bu dərslərin Top 50 seriyasının əsas məqsədi orasındadır. Konkret modellərdir, konkret yanaşmalardır, istifadə etdiyim şeylərdir. Bunları bu Top 50 seriyasında öyrətmirəm. Amma Top 50 seriyasında öyrətdiklərim görərsiniz ki, sizə nələr qazandırır. Konkret bunlar bir cızdır. Sırf yəni kaş ki mən başlayan vaxtlarda belə bir playlist olardı. Belə gözəl bir playlist olardı ki, sırf lazım olan şeylər seçilib, artıq ultra savadlı bir trader olaraq ki, formalaşmağa başlayırsınız. Ultra savadlı da deyəndə, yəni necə deyim, burada şey kimi çıxır, o düzgün çıxmır. Çünki hər trader əslində qüsurludur. Hər trader, hər insan əslində yetəri qədər heç vaxt yaxşı deyil və bir növ cahildir. Sadəcə cahilin alt qrupları var. Məsəl üçün deyək ki, belə bir alt qrup cahil var. Bunun içində bir dənə qrup cahil var, bunun içində də bir dənə qrup cahil var və yaxud da burada da bir dənə qrup cahil var. Məsələn, bu böyük olan ümumi cahilləri göstərsin. Bu hissədə fərqli özünü, məsəl üçün olanlar, bakalavr dərəcəsi olan cahillər bu qrupda olsun, 9-cu sinifdən çıxan cahillər burada olsun, məsələn deyirəm, və yaxud da biznesmen olan cahillər də burada olsun. Görürsüz, bu buna güləcək, bu buna güləcək, deyəcək, o savadsızdır, bu cahildir, nə bilim, hərə öz fərqli bucaqlarından baxacaq da. Düzdür, təbii ki, təhsillə ölçülmür cahillik, ən təhsilli insanı belə bura qoya bilərik, yəni də bir cahilin alt qrupuna aiddir. Məsələn dedim mən. Və yaxud da özünü dünya görmüş hesab edən ola bilər buralarda. Bir növ, hamısı bir alt qrup cahilliyə daxildir. Bu bir qrup cahillikdən çıxa bilər. Məsələn, 9-cu sinifdə deyək ki, o axıra kimi oxudu, qutardı məktəbi, sonra bir yüksək ballı hansısa bir universitetə qəbul oldu. Amma bununla yenə də cahil alt qrupundan çıxmadı. Sadəcə olaraq başqa bir cahil alt qrupuna girdi
və ümumilikdən böyük bucaqdan baxanda hamısı cahildir. Deyək ki, siz böyük bucaqdan baxansınız, bunların hamısına baxıb gülürsüz. Siz də eyni zamanda daha bir böyük bucağın, böyük şeyin, yəni ignorance'ın içindəki cahilsiz. Yəni ki, bu döngü bir növ davamlıdır və heç yerdə bitmir. Yəni nə qədər çox bilsəniz də mütləq ki, hələ də bilmədiyiniz çox şeylər var. Yəni bilinəsi çünki sonsuz sayda şey var. Gözünüz bir şeyə açıla bilər, amma bu hər şeyə açıldı və yaxud da sırf gözünüz açılan şeyin doğru olduğu deməyə bilər, olmaya bilər. Çünki həyat gerçəklik bizim inancımızdan, bizim beynimizdəki o nəhlətə gəlmiş protein yığınından, neyron şəbəkəsindən ibarət deyil. Gerçəklik, o neyron şəbəkəsi əslində olan gerçəkliyi təsdiq eləməyə bilər. Məsələn, siz mavi rəngi mavi görürsünüz, deyək ki, amma başqa heyvan, deyək ki, pişiklər həmin rəngi sizin gördüyünüz kimi mavi görmür. İndi pişik də öz aləmində fikirləşir ki, bu rəngi mən düz görürəm. Siz də öz aləminizdə fikirləşirsiniz ki, bu rəngi mən düz görürəm. Başqa bir heyvan da başqa rəngdə görür, sizin gördüyünüz mavi rəngi. Bəs yaxşı, siz nə bilirsiniz ki, pişik düz görmür, siz düz görürsünüz? Nə bilirsiniz ki, absolut, bəlkə sizin genləriniz sadəcə belə formalaşıb, bəlkə primatlar sadəcə olaraq ki, rəngləri belə görür. Bəs yaxşı, kim sizə sübut edəcək ki, əslində o mavi gerçəkdə tamam fərqli bir rəngdədir? Siz onu necə, hansı bir insan, hansı bir texnologiya onu sübut edə bilər ki, o mavi əslində sizin gördüyünüz, sizin düşündüyünüz kimi bir rəng deyil, beyniniz sadəcə onu ilə qəbul edir, amma əslində o tamam fərqli bir rəngdir. Bəlkə də rəng korları dediyimiz insanlar əslində təbiətdəki düzgün rəngi görür. Yəni absolut düzgün ona görə də görmək, ona görə deyirəm ki, çətindir. Sizin beyninizdən ibarət deyil gerçəklik. Məsələn də buradakı günlərdən birinə baxaq da sonra bu canlını yekunlaşdıraq. Mən ümid edirəm ki, çox şey qatdı sizə. Yəni adi bir VWAP dərsi olsa belə bu qədər çox şey danışdım. Ola bilər ki, bunların hamısını başa düşmədiniz, amma ki bu o demək deyil ki, başa düşməyəcəksiniz. İrəlilədikcə daha da çox dəyər qatacaqsınız, beyninizə görəcəksiniz ki, daha da çox şeyi başa düşməyə başlayırsınız. Məsələn deyək ki, 9:30 burada açıldı. Nə olur, bu nə deməkdir? Market açılışı. Yenə deyirəm, 9:30 bir strategiyanın adı deyil. 9:30 nə bilim, xoş gəlir, 9:30. Sadəcə marketin açılış saatıdır. Chicago Mercantile Exchange və yaxud da digər exchange-lərin açılış saatıdır. Futures marketin açılış saatıdır. New York'un açılış saatıdır. Açılış nə deməkdir? Volatillik deməkdir və volatillik birdən-birə sıçraması nəticəsində market overjump eləyir. Görürsüz, burada bir hissə burada gəlib ilişsə belə, VWAP, yəni dəyərli zonada, ədalətli zonada biraz da ilişmiş olsa belə, yenə artan volatillik hələ də çox volatil olduğuna görə, əmr axını çox sürətli olduğuna görə, marketə girən həcm böyük olduğuna görə yenə overshot edir. Biraz buralara gəlir, amma görürsünüz ki, get-gedə volatillik özünü tənzimlədikcə şeylər, traderlər qiymət mütləq ki, artıq özünün ədalətli hesab olunduğu zonasına daxil olur və görürsünüz ki, həmin hissədə də gün boyunca zaman keçir və bu hissəyə baxsaq görərsiniz ki, qiymət birinci standart deviation-da, yəni ki, ortalama dəyərli zonanın birinci standart deviation-da daha çox vaxt zaman keçirir. Görürsünüz ki, burada dəyərli zonanın aşağı sərhədi, yuxarı sərhədi. Bu dərs həqiqətən çox şey haqqında danışdığımı hiss edirəm. Çoxsuna çətin gələ bilər. Əsas da ki, hələ də 13-cü dərsdə olan yeni başlayanlar üçün. Ümid edirəm onlar da bitirdi sonuna qədər, amma yenə deyirəm qorxmasınlar. Qorxmayın. Yəni ki, bunlar ola bilsin ki, mən burada danışanda sizə çətin deyə bir şey yoxdur. Çətin odur ki, beyninizdə ona uyğun hələ də proteinlər formalaşmayıb. Amma get-gedə beyin təkrarı sevir. Get-gedə bunlarla üzləşdikcə beyniniz ona uyğun bir protein yəni neyronlar yaratmağa başlayır. Neyronlar yaratmağa başlayır. Siz yatırsınız, siz yuxuda olanda yeni neyronlar yaratmağa başlayır. Məsəl üçün uşaq, körpə doğulandan sonra bəlkə dili danışır, yəni siz nə danışırsınızsa başa düşür. Körpə nə bilsin ki, məsələn bir kitab sözünü kitab eləyən əslində nədir? O kitaba niyə kitab deyilir? O niyə kitabdır? Körpə bunu bilirmi? Yox. Sadəcə olaraq ki, bir müddət sonra, məsələn, birinci ana, ata sözlərini öyrənir və s. Bunlar get-gedə onun beynində bir neyronlar olaraq formalaşmağa başlayır. Yoxdan formalaşmağa başlayır. Kimsə gətirib onu əlinlə ora qoymur. Ya da siz özünüz gətirib də əlinizlə niyyətli formada bir şeyi, neyronu qoparıb o birisinə yapışdırmırsınız fizik olaraq. Beyin təkrar və istifadə olunmayan şeylər isə neyronları zəiflədir. Ona görə bir trader şəxsiyyəti də yenidən dəyişdirilməlidir. Sizin qeyri-müəyyənliyi idarə
etmə qabiliyyətinizə qarşı özünüzə olan inanclarınız var. Onlar sizin limitləyici inanclarınızdır. Çünki bir primatın, bir orqanizmin bədəni qeyri-müəyyənlik üçün yox, dəqiqlik axtarışı üçün, necə deyim, DNAsı, bu DNAsında kodlanıb dəqiqlik axtarışı, bir orqanizmin əsas məqsədi özünü qarantiyə almaqdır, yaşam ehtimalını yüksəltməkdir və marketin qeyri-müəyyənliyi bu orqanizmin bu cəhətinə ziddir. Ona görə də orqanizm nə hiss edəcək? Sizin orqanizminiz daimi şübhə altında olacaq. Daimi mühakimə altında olacaq, daimi gerçək sorğulaması altında olacaq. Və bu gerçək həqiqətən, yəni tapıla bilinən bir gerçəkdirmi? Siz onu nədə axtarırsınız? Siqnal qruplarında, nə bilim, bir şeylərdə, YouTube-dakı video strategiyalarında, ay bu belə getdi, elə getdi və yaxud da çox yerdə axtarırsınız ki, siz bu marketin qeyri-müəyyənliyindən bir qurtuluş yolu tapasınız. Yəni bir növ içinizdəki daxili çatışmazlığa həll yolu axtarırsınız. O daxili çatışmazlıq düzdür, konkret model böyük bir hissəsini həll eləyir. Amma ondan sonraki daxili çatışmazlıq sırf daxildən necə həll etmək lazım olduğunu və market barəsində hansı düzgün inancları yenidən yaratmalı olduğunuza gəlib çıxır həlli.